ehtiras gəlsə də, o hiss gəlsə də, o həmin anda olmurdu da. Elə bilirdim Nə ki, cür hazırlayırdın? Özünə hansı cümlələr deyib hazırlayırdın? Yəni burada heç bir şey yoxdur. Hamı bunu necə eləyirsə, sən də eləyə bilərsən. Bu düşüncə ilə hazırlayırdım, amma həmin anda olmurdu da. Nə edirdimsə olmurdu. Məsələn, durmadan başqa adamlardan soruşurdunmu ki, ağrılıdır, ağrılıdır, ağrısızdır? Təzə Dəqiqləşdirirdin hələ də. Soruşurdum ki, ağrılar olurmu, necə oldu, Cavablar nə olurdu qızım? Yəni hamı deyirdi ki, ağrı yoxdur da, əksinə daha da belə fərqli hisslərdir. Nəyə qədər elirdim, o məndə alınmırdı da, olmurdu. Bura gələndə də 50% düşünürdüm ki, sağalacağımı, 50% də deyirdim ki, mən görəsən bunu eləyə bilərəm, bəlkə başqalarının gücü var. İndi nə fikirdəsən qızım? Amma indi deyirəm ki, səhv fikirləşmişəm də, kaş əvvəldən gələrdim. Hayır, 4 il yarımdan. Hə, kaş, yəni 3 ay əvvəl yox, 4 il əvvəl tanıyardım sizi, heyf oldu. İlk gəldiyin həkim mənəm qızım. Hə, sizsiz. Nəcə 4 il yarımda heç bir yerə getməmsən. Çünki bir dəfə getdim. Çoxdur, yazırlar vaginizm müalicə edirik. Hətta həkim olmayanlar belə yazır vaginizm müalicə edirik. Səhifələrdən özləri belə yazmışdı ki, evdə vaginizmin müalicəsi. Mən də inanmadım da, dedim belə bir şey ola bilməz. Sonra bir dəfə həkimə getdim. Onlar dələduzlardır, onlara inanmamaq lazımdır. Sonra dedi ki, belə bir Çünki şey müalicə təkcə alət müalicəsi deyil. Tək alət müalicəsinlə müalicə olmur. Yəni o yox, tək mənim qaranlıq fobiyam belə, sıx, darısqal yerlərdə qorxurdum. Tunelin altından keçəndə də metroya belə minə bilmirdim mən. Bu gün inanırsınız ki, mən tam səmimi deyirəm, o qorxumu da yemişəm. O sözlər, yəni sıxılma gələn kimi beynimdədir, qorxma. Dünən işlədim axı onları. At onu bir qırağa da elə hiss edirəm. Mən onu dünən işlədim axı sizlə. Oturdu hər yerinə. Bir gün oturdu yerinə. Təbrik edirəm. O qorxumu belə Nə yendim. gözəl. Eşidirsiniz? Digər qorxularını da yenir. Yəni əvvəldən kimdə varsa bu problem, çəkinməsin, utanmasın, gəlsin. Çəkinsə də olar, utansa da olar. Baxın deyirəm, mənə inanmasanız da olar. Gəlsin. İnanmasanız da olar. Həqqi deyirəm. 30 dəqiqənizi mənə verin, görün mən sənə nəticə verəcəm. Heç inanmayın mənə. Həqiqi inanmasın. Nəticəni görəndə adam inanır. İnanmasın, gəlsin. İnanmayıb gəlin. Amma gəlin. Görün ki, mən 30 dəqiqə necə sizə nəticə verirəm. Dünəndən vaginizmini yemirsən, xəbərin var. Təbrik edirəm. Hər şey çox yaxşı olacaq. Gəlin, siz də sağ olun.